Başladı. Başladık. Biraz çok yakın oturdun. Çok yakın oturdun yok. Məncə yaxşıdır. Hı? Biraz o tarafa geniş otursan daha güzel olmaz mı? Yaxşıdır belə. Yaxşıdır bence. Başla danışmağa, mən kofe süzürəm. Hoş gördük dostlar. Sizi salamlayıram. Hamarkentdən salamlayıram. Yardımlı rayon Hamarkent kəndi. Bura mənim ata ocağımdır. Biz bura gəlmişik. Birinci podkastdan sonra sizin münasibətiniz bizi çox ruhlandırdı. Həddən artıq. Çox sağ olun kommentlərə görə. Çox sağ olun xoş sözlərə görə və əlbəttə ki, sizə güvənərək biz bu yola çıxdıq və bunu davam edəcəyik. Ona görə mümkün qədər çox insanların xəbəri olsun deyə paylaşın, komment yazın, şərh yazın, xoş sözlər deyin, biz də ruhlanaq, işimizə davam edək. Dostlar, mən də sizi salamlayıram. Baxmayaraq ki, Şahbaz bəyin mənim də deməzdim böyük, amma bizə görə çox gözəl bir auditoriyamız var bütün sosial şəbəkələrdə. Məhz YouTube-da indiyə kimi biz çox pasiv idik və çox istəyirik ki, burada da bir podkast yaradaq. Əsas məqsəd də nədir? Biz heç vaxt indiyə kimi bir yerdə olmamışıq, düzdür Şahbaz? Oradan buradan mənim videolarımda, amma da belə oturaq, duraq, danışaq, belə şey olmayıb. Ona görə biraz çox həyəcanlıyıq. Qüsurlar varsa üzrlü sayın. Biz öz üzərimizdə işləyən adamıq və öz fikirlərinizi, rəylərinizi, tövsiyələrinizi yazın. Hamısını diqqətlə oxuyuruq. Müsbət rəyləri çox sevirik, mənfi rəy də olsa belə. Tənqiddən qalmayın, tənqid edin. Yaxşı. Şahbaz bəy, deməli, bugünkü format necədir? Mən sizə 2 sual verəcəm və sonradan da oxuculardan gələn 2 sual verəcəm. Əla. Çalışaq, yığacam, gözəl, maraqlı Əla. formada cavab verək. Bəli. Birincisi, mən sizə deyim ki, Reklam fasiləsi. Bəli. Yox, əslində elə oxucuların tövsiyəsi elə budur ki, biz bir yerdə bir kitab seçək, oxuyaq, öz aramızda balaca bir kitab klubu yaradaq və sonradan bu kitabı ikimiz müzakirə edək. Yeri gəlmişkən kitab klubu deyəndə Əli və Ninonun artıq 3 kitab, hətta 4 kitab klubu var. 3 böyüklər üçün, biri balacalar üçün. Azərbaycan, rus və ingilis dillərində və çox maraqlı söhbətlərimiz olur. Mütləq qoşulun bizə. Ayda bir dəfə kitab seçirsiniz və sonra müzakirə edirsiniz. Yeri gəlmişkən bu kitabı mən indi oxuyuram. Çox gözəl kitabdır. Bir yazıçının həyatından bəhs edən kitabdır. Mən də bu kitabı oxumağa başladım gizli şəkildə və sonradan yəqin ki, 2-3 həftədən sonra bitirib müzakirə edərik. Mən Carlos Ruiz Zafonu çox sevirəm. Bu kitabını oxumamışam. Bu trilogiyanın ikinci kitabıdır. Mən birincisini yalnız oxumuşam. Gölgənin Küləyin kölgəsi. Küləyin kölgəsi. Bəli. Və mənə görə çox maraqlıdır. Bu kitab onun davamı deyil. Amma hansı elementlər yaxud da qəhrəmanlar olacaq? Nəşriyyatçılar da var burada. Bizə doğma temadır. Amma çox belə çox dinamik, çox gözəl, əla bir əsərdir. Tövsiyə edirəm. Bu qədər oxumuşam. Mən oxuduqca qeydlərimi də aparıram. Belə. Suallara keçək. Deməli keçək suallara Şahbaz bəy. Birincisi, bura sizin doğma kəndinizdir. Burada olmaq sizin üçün nə deməkdir və ümumiyyətlə bax bu yerlə bağlı xatirələriniz biraz astığı sayağı çıxmasın. Sadəcə mənə çox maraqlıdır. Mən bunu xahiş edirəm ASTV-nin adını çəkib reklam etmə. Yaxşı. Zəhmət etsə deyin də bax bu ağac, bu Başa düşdüm. Əslində çox sağ olun. Yəni bu sualdan başladınız. Bura mənim üçün yəni əlbəttə ki mən burada tam oluram, bütöv oluram. Atamın evi burada olub, onu özü tikmişdi və hardasa 3 otaqlı bir ev idi, amma bir otağında, torpaq otağında qalırdıq. Yəni unudulmaz xatirələr. Bir otaqda neçə nəfər yaşayırdınız? Demək olar ki, bütün ailə bir otağa yığışırdı. Bütün ailə böyük bir ailə idi. Əlbəttə ki, bir yerdə yəni 13, 14, bəzən elə 15 nəfərin hamısı, bəlkə də daha da çox qonaq olanda da. Amma mənim atamın bir xüsusiyyəti vardı. Buradan bizim evimizin alt tərəfindən də, yuxarı tərəfindən də yol keçirdi. Qaranlıqda axşam atla buradan keçən bir kişi olarsa, bir qonaq olarsa, bir nabələd insan olarsa, dərhal səsləyərdi ki,
ay yolçu, gəl qonağımız ol. Mənim Və babam da belə idi. bəzən onlar gecələr də bizdə qalardı, yadımdadır. Gələrdilər, nə vaxt saxlayardılar. Görbəz ki, mənim Şeydəyəm. Hə. Gədəbəyli babam Hə. da bax elə Süleyman kişi, bax elə eyni idi. O da Hə. çıxırdı Mən darvazanın sizə deyim ki, anam o qədər də sevinməzdi. bax elə məndə. Hə, çünki Şahbaz bəyin də elə xarakteri eynidir. O xüsusən də bir kitab oxuyandan sonra Never Eat Alone heç vaxt tək yemə. İndi onu belə əlində bayraq kimi saxlayır ki, bax hər yerdə belədir. Hər dəfə Həqiqətən, yeməyə hə. kimisə çağırır. Özü tək Bax, yeməyi sevmir. doğrudan da mən o kitabı yeyəndən sonra, o kitabı oxuyandan sonra heç zaman tək yemə. Mən heç zaman çox nadir hallarda əslində kofeni də tək içirəm. Amma qalan bütün vaxtlarda yeməyə getdimsə mütləq iş olanda işdən, olmayanda dostlardan kimisə və ümumiyyətlə çalışıram nigarla daha çox yemək yeyim. Çünki günorta vaxtı ilə bərabər yemək yeyim. Bəs axşam vaxtları Şahbaz müəllim? Evdə tapılmırsınız. Ya, axşam vaxtları mən həmişə çalışıram saat 7 və 8-də evdə olum. Bu qaydadır. Və evə tez gəlməkdən zövq alıram. Çünki tez də yatıram, çünki tez də oyanıram. Yəni ki, mən gecə saat 4-ün yarısında həmişə oyanıram və özümə ayırdığım o 3-4 saatlıq vaxt olur ki, ondan zövq alıram və çalışın ümumiyyətlə özünüzə vaxt ayırın həmişə. Qəribədir ki, bizim balaca oğlumuz da asılı olmayaraq. Bəli. Bizim balaca oğlumuz da qəribədir ki, onun da eyni xüsusiyyəti var. Həmişə deyir ki, bəs evə qonaq gəlməyəcək. Çox sevir evdə qonaq olanda, özü qonaq getməyi falan. Mən belə deyiləm. Nəysə, keçim biraz daha doğrusu çox ciddi məsələyə. Şahbaz müəllim, dostlar, mən sizin bütün rəylərinizi YouTube kanalda da, elə Instagramda da oxudum. Çox böyük diqqətlə və çox böyük hörmətlə. Çox sağ olun əzizlərim. Çox maraqlı və dəyərli məsləhətlər vermisiniz və bir neçə nəfər Şahbaz bəy deyib ki, biz çox istərdik ki, siz ölkədə, cəmiyyətdə aktual olan mövzularla bağlı, sosial mövzularla bağlı danışasınız. Mənə görə burada mənim üçün böyük bir dilemma var. Baxın, mənim zəhləm gedir hər şey şünaslardan, hər şeylə bağlı öz belə fikrini, ziyalı fikrini ortalığa qoyanlardan. Mən çox bayağı və mənasız bir şeydir də. Və özümə yaraşdırmıram. Amma eyni zamanda susanda da çünki mən papuqay kimi hər mövzuda danışmaq istəmirəm axı. Dəhli var, dəhli yoxdur, xəbərim var, başım çıxır, başım çıxmır. Yox, mən axı ziyalıyam, oturub danışmalıyam. Bunu semirəm. Eyni zamanda susanda da insanlar deyirlər ki, bu qorxur, yaxud da bu öz şeyində də belə nə deyirlər onu da? Öz qabığında, öz qabığında yaşayır. Dünyadan, ölkədə nə baş verir, ondan xəbəri yoxdur və çox şeydə egoistdir də, yəni özünü düşünür yalnız. Bu qəti belə deyil. Diogen harda yaşayırdı? Öz Boçkanın içində. boşqanın içərisində. Diogen boşqası deyil. Burada elə bir ki, sadəcə qoz Öz qabığında da. Skarlupa, ya da yumurtanın şeyində. Bu qəti belə deyil. Təbii ki, mən də Şahbaz bəy də daim hər şey izləyirik və hər ölkədən də baş verirsə biz də ona baxırıq, biz də ona görə pis oluruq, yaxşı oluruq. Sadəcə bax mən hələ ki öz mövqeyimi deyirəm. Şahbaz müəllim təbii ki öz mövqeyi özü deyəcək. Mənə görə ayıb bir şeydir hər şeylə bağlı danışmaq. Amma susmaqla olmur. Yəni sonda adamlar deyirlər ki, bunlar qorxurlar ya da xəbərləri yoxdur, öz dünyalarındadır falan. Sizcə Şahbaz bəy hansı daha doğrudur? Mənə gəlir ki, ümumiyyətlə cəmiyyətin bir hissəsi olmaq lazımdır və orada cəmiyyəti narahat edən məsələlərə mütləq biz də münasibət bildirməliyik. Əlbəttə ki, fundamental məsələlər var ki, bir cəmiyyətin möhkəmliyi üçün, bir dövlətin uzunömürlüyü üçün bu fundamental hüquqlar var, təməl prinsiplər var, hansı ki, o cəmiyyət onun üzərində durur. Təməl prinsiplər bizi də narahat edir. Məsələn, deyək ki, və orada mütləq bizim mövqeyimiz qaçılmazdır. Deyək ki, söz azadlığıdır, yaşamaq hüququdur, mülkiyyət hüququdur, ədalət prinsipidir və s. Yəni bunlar əgər qorunmursa, pozulursa və burada bizim mütləq hansısa bir mövqeyimiz olmalıdır. Eyni zamanda cəmiyyəti sonra nə narahat edir? Məsələn, yeniyetmələrin həyatıdır, təhsildir, səhiyyədir. Erkən nigahlar məni çox narahat edir. Erkən nigahlardır və s. Yəni ki, bu məsələlərdə bizim münasibəti olmalıdır. Çünki biz axı əgər bir cəmiyyətin düşüncəsinin inkişafına təkan veririk yeni kitablarımızla, demək o məsələlərdə də biz sadəcə
Yəni sözümüzdə yox, əməlimizdə də doğru olmalıyıq. Hələ mənim yadıma gəlmir ki, biz bir kitabı yaxşı olmadığı halda yaxşı adı ilə kiməsə sırıyaq. Belə hal baş vermir. Mhm. Yəni mənə gəlir ki, mövqeyimizdə də çalışıb o şeyləri qorumalıyıq ki, Yaxşı. orada şəffaf olaq, orada düz olaq. Siz mənə sual vermək istəyirdiniz? Mənim sualım belədir ki, Nigar, bax, qadınlar var, işləyirlər və iş həyatından razıdırlar. Qadınlar var, işləmirlər, işləməmək həyatlarından razıdırlar. Yəni evdə otururlar, işləmirlər. Ümumiyyətlə bax bu Azərbaycan cəmiyyətində iş görmək bir qadın üçün nədir və qadınların işləməsinə sənin münasibətin necədir ümumiyyətlə? Şahbaz, mənim bəxtim gətirib. Mən çox elitar bir ailədə dünyaya göz açmışam. Bunu deyəndə, elitar deyəndə hamı elə bilir ki, vəzifəli yaxud da imkanlı bir ailədən söhbət gedir. Qəti belə deyil. Mənim valideynlərim adi elm işçiləridir. Sadəcə çox intellektual, ziyalı, mədəni və bizdə məsələn bəzi temalar uşaqlıqdan mən indi başa düşürəm. Bunu indi dərk edirəm. Nəinki qadağan olmuşdu, ümumiyyətlə də belə təbiətimizə uyğun deyildi. Tutaq ki də, görürəm axı digər ailələrdə bununla bağlı rahat danışırlar ki, bax sən ərə gedəndə, ərə get, bax sən mütləq ərə gedəndə, o balaca qızlara bax bu söhbətləri edirlər də. Mən iyrənirəm belə söhbətlərdən də. Yəni mən sevmirəm ki, məsəl demək bu ayıbdır, bu ayıb deyil də. Belə damğa vurmaqdan həmişə qaçıram. Sadəcə özümə görə bunu uyğun hesab etmirəm. Yəni də imkan verin ki, bu gözəl balaca qızlarımız böyüyüb gözəl, qəşəng, əla bir təhsil alsınlar, karyera qursunlar, biznes qursunlar. Sonra həyatda ilk heç olmasa addımlar atsınlar. Özləri başa düşsünlər nə yaxşıdır, nə pisdir və özləri sevsinlər, özləri ailə qursunlar. Ailə kimi gözəl bir şey yoxdur bu dünyada. Ailəli olmaq, bir yerdə həyatı yaşamaq, səyahət etmək, ləzzət almaq hər şeydən. Sadəcə da bunu uşağın üstündə yükləməyin də. İmkan verin ki, özü bu seçimi etsin. Seçim azadlığı verin. Pisdir, yaxşıdır, qoy bu onun öz seçimi olsun və vaxtı gələndə. Vaxtı isə nə vaxt gələcək? Təhsil alsın, işləməyə başlasın ondan sonra da. Yəni mən əslində bu çox vacib və çox ciddi bir temadır Şabat erkən nigahlar. Xüsusən də bax kənd yerində falan mən ilk dəfə bura gələndə biraz şokdaydım. Biləndə, eşidəndə. Deyəsən indi vəziyyət dəyişir. Amma eşidəndə ki, qızlar 9-cu sinifdən sonra məktəbə buraxılmır, evdə otururlar. Yəni sadəcə adları gedir, özləri məktəbə getmirlər. Mənə görə bu böyük faciədir. Bir də ona deyim, mən sonra bitirim. Buyur. İşləməklə bağlı yenə də bəxtim gətirib. Anam da həmişə işləyib, nənəm də həmişə işləyib. Və nənəm də uşaqlıqdan mənə deyirdi ki, sən mütləq işləməlisən, mütləq sənin öz pulun olmalıdır. O vaxt işləmək sözü, söhbəti belə çox da populyar deyildi, tüm böyle sahibkarlıq yox idi da Sovet vaxtında. Söhbət 70-ci, 80-ci illərdən gedir. Amma mənim yadımdadır ki, mənim nənəm mənə çox konkret deyirdi ki, Nigar, sənin öz pulun olmalıdır. Mütləq sənin öz pulun olmalıdır. Balaca da olsa öz pulun. Yəni müstəqil olmalısan da. Yəni kişinin əlindən asılı olmamalısan. Müstəqil ol. Və yenə deyirəm, bu barədə mən çox bəxtim çox gətirib. Yəni məsələn sizin qazandığınız, konkret sənin qazandığın pul Necə yəni söhbət gəldi mənim qazancımdan söhbət. Bundan nə qədər səni müstəqil eləyir? Mən təbii ki, buna çox fəxr edirəm ki, səndən pul almıram və hər an öz büdcəsi var. Mənim üçün bu çox vacib bir temadır. Yəni mən buna fəxr edirəm. Məncə hər kəs belə olmalıdır. Yenə də o qadınlar ki, işləmək istəmirlər, evdə oturmaq istəyirlər. Bu da superdir. O halda ki, bu sizin öz seçiminizdir. Yəni sizi məcbur etməyiblər, yaxud da uşaqlıqdan beyinlərinizi yumurtlar ki, yox, sən evdə, sən belə ailə filan da. Yəni o da mən ona qadının öz azad seçimi kimi baxmıram. Bu boş söhbətdir. Amma əgər də ondan da sizin evinizdən, ailədən, təbii də bu çox ləzzətli bir şeydir. Evdən evə baxmaq, uşağa baxmaqdan, işləməməkdən xoşunuz gəlirsə edin bunu. Yəni bu da olsun. Tək ki özünüz xoşbəxt olasınız və heç kəs sizi idarə etməsin. Və işləməklə bağlı şəbəkəsində yenə də baxdım gətirib o məndəki anam, atam təhsil almağımı nəinki ümumiyyətlə də belə bir hansı bir tərxat nə deyirlər də, bariyer qurublar. Yox, ümumiyyətlə həmişə bizim uşaqlıqdan mənə həmişə deyirlər özdə o vaxtlarda ki, Nigar professor olacaq. İstəyirdilər ki, mən elmi bir karyera qurum. Nigar professor olacaq, Nigar oxuyacaq. Elə də oldu. Yəni çox normal bir şeydir. Mən indi baxıram və başa düşürəm ki,
bu yəni də belə hər ailədə deyil də belə vəziyyət belə deyil və buna görə çox pis oluram. Hər halda mənə elə gəlir ki, bütün hallarda, yəni erkən nikahla bağlı deyim ki, əsla uşaqlara, yəni gənclərə zor istər belə açıq, istər gizli hər hansı bir şəkildə zor tətbiq etmək olmaz. Yəni onları təşviq etmək olmaz ən azı ona ki, yəni özləri yetkin bir mövqeyə gəlməyənə qədər gərək yetişsinlər, yetkin mövqeyə gəlsin. İstər oğlan olsun, istər qız olsun, fərqi yoxdur. Bəzən erkən nikahlar deyəndə yalnız xanımlarla bağlı deyilir. Kişilər bəzən elə kişilər də tamam yetişmədən onları da evləndirirlər. Yəni Elədir. 18 yaşında, 17 yaşında, bəzən 20 yaşında evləndirirlər, işləmir. Bunların atasının, anasının əlinə baxır. Özü də bir dənə ailə qurub gətirir, evdə saxlayır. Olmaz əsla belə. Bu mümkün deyil, bu yol. Yəni mümkündür, amma yol verilməz. İstəyirsinizsə həyatınız daha rahat keçsin, əlbəttə ki, özünüz iş öyrənin, özünüz pul qazanın, özünüz ailə seçin, seçiminiz özünüzə məxsus olsun və sonra da sərbəst yaşayın, müstəqil yaşayın. Deyirlər, bəzən məsələn ailələrdə ən çox konflikt nədən yaranır? Ondan yaranır ki, məsələn bir ailə o bir ailəyə gəlir də, deyək ki, oğlan evlənir, gəlininlə gəlir qaynatası, qaynanası və yaxud da qızın belə deyək də anasının atasının yanına gəlir, orada yaşayırlar və əsas konfliktlər də bir tərəfdən ondan başlayır. Məsələn, çünki artıq orada ailədə bir ailə yox, iki ailə vardı. İki ailədə varsa orada artıq 4-5 söhbət vardı. Yəni belə. İndi daha nə sual var? Bilirsən, bu bayaq mən təzədən qayıtmaq istəyirəm bu ziyalı mövqeyini ortalığa qoymaqla bağlı. Bir məsələ var Şahbaz. Bu bəlkə də mənim şəxsi problemimdir. Mən özümü nə ziyalı, nə maarifçi hesab etmirəm. Sosial şəbəkələrdə məni arabir belə qəşəng yıxıb sürürlər və həmişə orada kontra arqument kimi bunu istifadə edirlər ki, özünə maarifçi ad qoyur, amma və sonra bundan sonra nə istəsən qoşmaq olar da, amma rəqs eləyir, amma nə bilim nə edir və s. Mən özüm, məsələ orasındadır ki, mən özümü qəti şəkildə maarifçi hesab etmirəm. Maarifçilər bizim çox böyük maarifçilərimiz var idi. Ayıbdır, ondan sonra o adam özünə çıxıb desin ki, mən maarifçiyəm. Yaxud da ziyalı da, mən özümü ziyalı hesab etmirəm. Mən daha çox kiməm Şahbaz? Yox, mənə gəlir ki, belə yəni, deyim, mən hansı nöqtəyə gətirib çıxardıram? Əgər biz kitab işi ilə məşğul olsaq, artıq burada maarifçilik də var, burada ziyalılıq da var, burada deyək ki, mədəniyyətlə xidmət də var, burada öz xalqının gələcəyini düşünmək də var. Yəni buna belə baxmaq olmaz. Bəzən deyirlər ki, siz kitab satırsınız ki, hər kəs mənə də sual verirlər ki, əgər siz kitab satışı ilə məşğul olmasaydıq, kitablar haqqında belə ürəkdən danışardınızmı? Mən kitabın rolunu və əhəmiyyətini çox böyük hesab edirəm və onlar haqqında hər zaman danışardım. Çünki kitablar insanlığı dəyişir, bəşəriyyəti dəyişir. Yəni bu məndə kitablardan danışmaq lazımdır. Və bu da mən onu başqa kontekstdə dedim. Bu fikirlə də razı deyiləm ki, məsələn, əgər ziyalı ziya sözündəndirsə, işığı yaymaq sözündəndirsə, işıqlanmaq, aydınlaşmaq sözündən eynidirsə və aydınlıq bu maarifçilikdirsə, onda deməli biz həm maarifçi, həm ziyalıyıq, həm də bu işin əsas aparıcı insanlarıyıq. Biz sadəcə kitab işi ilə məşğul deyilik axı. Kitab yalnız satmırıq. Bax onu seçirik, gətiririk, tərcümə edirik, çatdırırıq insanlara. Sonra onlarla bağlı danışırıq, deyirik hansıları oxumaq lazım. Yəni bu artıq bir missiyadır. Yəni biz hansısa bir Azərbaycan cəmiyyətini, toplumunu, Azərbaycan dilli oxucunu düşünən və onları irəliyə aparmaq missiyasını öz üzərinə götürmüş insanlarıq yəni. Yəni bu mənada demək ki, geri çəkilmək ki, yox. Biz bu işlə məşğul deyilik, biz belə deyilik. Yox. Gəl mən burada bir nöqtə qoyum. Mən səni ziyalı kimi tanıyıram. Yəni sən mənə görə sən ziyalısan. Fədakar ziyalısan. İndi deyicilər əl-arvad ötürüb bir-birini tərifləyirlər. Məsələ orasındadır ki, mən özümü belə hesab etmirəm də. Mən özümü daha çox iş adamı kimi hesab edirəm. Sadəcə sevdiyi bir işlə məşğul olan iş adamı.
və bu böyük bir missiyanı öz üzərimə nə qorxudan yox, ümumiyyətlə sadəcə belə necə deyim, çox skromlu adamam. Kənardan belə göstərmişəm, amma mən çox skromlu adamam. Nigar, mən sizə bir də bir şey də deyim də, yəni ki, əslində baxsan, öz gördüyü işi sevmək özü də əslində elə ziyallıq bir şey. Yəni könüllü olaraq sən bir işi görürsən və o işə vurğunsan, o işə valehsən, bu o deməkdir ki, işinin ən yaxşısını sən görürsən. Bu çox vacib bir şeydir. Yəni ki, gördüyü işini sevmək özü aydınlaşmaq deməkdir. Biz hər adam bunu dərk eləmir. Bax, işi görürsən, hər gün işə gedən insanlar var da bəziləri. Gedirəm də deyir, bax bu saatda tələsir ora, iş qutarsaydı durub gedərdim. Mən görürəm də, bax belə də, maaş gəlsəydi alardım gedər. Yəni bu əslində baxsanız bu insan bununla özünə əzab verir. Yəni bu işin nökərinə çevirir özünü. Amma bir də var ki, sən gördüyün işi sevirsən, sən ondan zövq alırsan, sən uça-uça gedirsən. Bu artıq müəyyən səviyyəli insanlara xas bir cəhətdir. Yəni həm bir işi görsün, həm də onu sevsin. Yəni bu artıq dərk etməkdir. Yəni bu ali şuura məxsus olan bir məsələdir. Yəni aşağı şuura. Biz söhbəti bitirək, çünki Azan səsi bizim səsimizi imkan vermir ki, danışaq. Bəli, bitirək. Bizim kanalı bəyənin və paylaşın. Qoy daha çox insanlar baxsınlar və suallar yazın, təklif edin. Kitablar, hansı kitablar oxumaq istərdiniz, nələr gözləyirsiniz bizdən yazın. Fikirlərinizi paylaşın bizlə. Çox sağ olun dostlar, sağ olun. Şəbaz, o ki mən dedim, qadın işləməlidir falan. Hamısı boş söhbətdir. Kamera çəkmir, ümid edirəm. Hər şörək kimi gözəl, dadlı şey yoxdur bu dünyada. Və niyə demirsən onu kameraya? Ona lazım deyil, kamera zəbr deyil.